Əvvəlki insanlar daha səmimi idi kimi fikirlər çox səxslənir. Bu nostaljidir yoxsa həqiqətdir? Qonağın hətta bəzi evlərdə evin qızı gəlini gəlib ayağını yuyurmuş. Bəs xüsusilə hansı dəyərlərə itib batdığına görə məyus olursunuz? Azərbaycanda və dünyada qadının dəyərinin itməsi ilə bağlı çox məyus edicidir. Qərb qadını əski parçası elədi. O qadınların 90% ali təhsillidir, işləyirlər, çalışırlar, hörmət görürlər, dəyər görürlər. Amma 10%-i seks köləsinə çevrilirlər. İnsan özünü inkişaf etdirmək əvəzinə niyə sosial mediada başqalarının həyatını ölçüb biçir? Bu əşyalar insanı insandan ayırır. Məsələn, və deyirik ki, səmimiyyət azalıb. Artıq insanın bu əşyalardan çıxıb başqa bir insanla söhbət etməyə halı yoxdur. Hövsələsi yoxdur, marağı yoxdur.